Biz burada oturmuş analar hər birimiz, yəni sizin o şeirinizlə, o şeir mənə çox təsir elədi. Bir tərəfdən o anaya qıtdə elədim ki, o oğlunu cənnətdə qarşılayır. Yəni bugünkü gündə mən özüm də müəlliməyəm. Bu antiterror hadisələri haqqında danışanda ən əvvəl onu demək istəyirəm ki, 30 illik həsrətə son qoyuldu, 44 günlük müharibədən sonra. Amma çox təəssüf olsun ki, hələ də bizim sərhədlərimiz tam ərpa olunmamışdır. 1991-ci ildən bu yana sərhədlərimiz hələ də mənfur düşmənlərimiz əlində olanı da var idi. 44 günlük müharibədən sonra keçirilən bu 2023-cü il 19 sentyabrda keçirilən bu 23 saatlıq lokal antiterror hadisələrində bu oğullarımızın şəhadəti ilə, Ali Baş Komandanımızın göstərdiyi o qərarla, göstərdiyi yolla bizim ən böyük ağrılı yerimiz Xocalımız azad olundu. Bizim Xankəndimiz azad olundu. Biz bugün burada yığışan Vaqif müəllim də getdi. Vaqif müəllim tələbə vaxtında bizlə çox görüşlər keçirdən, yəni mən onu belə ailəlikcə də çox yaxşı tanıyıram. Yəni şəhidi qəhrəmanı ümumiyyətlə tanımaq üçün ən yaxşı yer, ən yaxşı vəsait kitabdır, ən yaxşı yer məktəbdir, ən yaxşı yer kitabxanadır. Bayaq bizim görkəmli elm xadimimiz də danışdı, dedi ki, sevindik bu məlumatları hər hansı bir, yəni hardansa götürüb yazıb. Amma mən bugünkü gündə burada 200-dən çox şəhidin adı var. Amma burada hal-hazırda iştirak edən analar demək olar ki, bu kitabda olan şəhidlərin yəni 1% iştirak edirdi. Haradasa bir 20 nəfərik. Mən yəni çox istəyərdim ki, sevindik. Bax, bu analarla heç olmasa hər ana özünü təqdim eləsin bir dəqiqə ilə. Yəni, sevindik onları o götürdüyü o, necə deyim, bu yerlərdən yox, şəxsən üz-üzə tanısın ki, qəhrəmanı kimdir? Bu qəhrəmanı dünyaya gətirən ana kimdir? Bilirsiniz, nə qədər nikbin ruhda danışsaq da, hörmətli müəllim, yəni, bilirsiniz, o qədər çətindir, o qədər ağrılıdır. Şəxsən mənim oğlum yeganə oğlumuydu, yeganə ailəmin oğul evladıydı. Mən sizin oğlunuza can sağlığı arzulayıram. Yəni, dövlət, əgər iki qüvvə var, biri deməli güc qüvvətdir, biri də zəkadır. Yəni, bizim xalqımız güclü xalqdır, bizim xalqımız qüvvətli xalqdır. Mən 30 ildə bu Qarabağ haqqında danışanda, öz şagirdlərimə məlumat verəndə ki, anım günü keçirdirik, bir tərəfdən utanırdıq ki, nə qədər anım günü keçirmək olar, amma bu qələbəmizi əldə elədik 44 günlük müharibədən sonra, amma yenə də 44 günlüyün mən deyərdim ki, bütün əməliyyatların heyfini antiterror əməliyyatı aldı və biz tam suverenliyimizi bərpa elədik. Ali Baş Komandan məhz 8 noyabrda Xankəndində zəfər paradı keçirdi. Yəni bunu qeyd etməmək, mən bugünkü gündə öz işimi davam elətdirirəm. Nəyə görə? Bu oğulları tanıtdırmaqdan ötürü, bu qəhrəmanları tanıtdırmaqdan ötürü. Mənim sinifimdə, yəni bu qəhrəmanlar haqqında, bilirsiniz, qəhrəman deyəndə biz o dəqiqə fikirləşirik, Babəkir gözümüzün qabağına gətiririk. Hər bir yerin bir qəhrəmanı var da. Yəni, deyəndə həmin oğullardan çoxsu 44 günlük müharibənin də iştirakçısı olublar. Həmin oğullar qisas əməliyyatının iştirakçısı olublar. 18 yaşlı oğlumuzun anası burada oturub. Yəni, bu Salih ana, 18 yaş, 58 günün əskəri olur. Yəni, bilirsiniz, bu ağrı acını deməmək mümkün deyil. Kərəm Həsənovun atası buradadır, 44 günlük müharibədə də iştirak edib. Yəni, şəxsən mənim oğlum 14 il idi, Daxili İşlər Nazirliyində işləyirdi, çalışırdı. Gecə-gündüz onlar dövlətə xidmət edirdilər. 8 polis şəhid oldu, onların bir anası burada. Yəni, buradayıq biz hamımız. Mən Hüseynimizin anası buradadır, Əli Balanın anası buradadır. Burada olan sahibə anamızdır, sahibin anasıdır.
Həmidli Mikailin anasıdır, 44 günlük. Savalanımız əskərdə olub, yəni əskərlik xidmətin başa vurub. Ramil kitabın 1-ci səhifəsində bizim anamız burada iştirak edir. Həmin qəhrəmanın anasıdır. Qəhrəmanımızın bir oğlumuzun bacısıdır. Bir polisimizin anasıdır. İkisi də deməli Seyfinin və yəni bu analarla bir var qiyabə eşidəsən, bir də var ki, yaxından tanış olasın. Yəni, biz hər birimiz bugünkü gündə ayaq üstə yaşamağa çalışırıq ki, biz oğullarımızı yaşadaq. Söhbət deyil ki, qəhrəmanlıq tərəfdən. Yox, mən oğlumu, onsuz da biz onlarla həyatda fəxr edirdik. Oğlum mənim şəxsən öz məktəbimi bitirib, ali məktəbi bitirib. Bu dəqiqə hal-hazırda mənim sinifim onun adını daşıyır. Bilirsiniz necə ağırdır, necə çətindir. Hər gün onun o şəkli qarşısında uşaqlara dərs keçmək, bütün gün o həyatı yaşayıb, gün ortadan sonra mən artıq öz ana missiyamı yerinə yetirirəm. Eləcə də bu analar, yəni bizə çox çətindir, həddindən artıq. Mən bilirəm ki, bütün anaların da ürəyində bu söz var. Mən sənə uğurlar arzulayıram, ayaq. Bizim oğullarımız öncə qədər, yəni şəhadəti oca aldılar. Mən sənə gələcək yaradıcılıq dövründə uğurlar arzulayıram. Mən arzu edirəm ki, bax, sənin bu yazdığın kitab, mən indi tarix kitablarında da dərsliklərdə görmüşəm, artıq antiterror hadisələri haqqında yazılıb, düzdür, çox qısa yazılıb. Bu haqda biz məlumat da vermişik ki, bu yazılar çox azdır, biraz ətraflı şəkildə. Yenə də deyirəm, Qarabağımızı azad edən oğullar, bax, Qarabağı görməyən oğullar oldu. Bayaq siz də dediniz ki, prezidentimiz deyir ki, mənim dövrümdə, mənim fəaliyyətim dövründə doğulan, böyüyən, boya başa çatan oğullarımız xilas elədilər. Bugünkü gündə də, yəni, sənin simanda, mən sən deyə müraciət edirəm, çünki buna mənə belə gəlir ki, yəni, haqqım da çatır. Mən sənə arzu edirəm ki, yəni, sənin yazıların çox olsun, çünki hal-hazırda bizim sosial şəbəkələrdən çox istifadə edirlər, kitablardan az istifadə edirlər. Amma arzu edirəm ki, kitabların sevilən olsun və bizim də ən böyük təsəlli yerimiz odur ki, unudulmayaq. Yəni, biz analar, bizim oğullarımız unudulmasın. Ancaq bizim ona ehtiyacımız var, başqa heç bir nə yox. Çox sağ olun ki, bugünkü gündə